çörək müqəddəsdirmi? Bu suala niyə belə verdim mən sizə? Çünki baxıram ki, zibilxanalar çörəklə doludur və biz çörəyi itə atırıq, bildiyin atırıq. Bir də əksi var. Küçələrdən, yerdən onu götürüb daha yüksək yerlərə qoyuruq. Baxın, o hərəkətimizlə bu hərəkətimiz üst-üstə gəlmir. İndi mənim sualıma bu prinsipləri qoruyaraq cavab verə biləcək ki, inanc, adət, ənənə, reallıq və gördüklərimizin hər birisini əhatə edə biləcək cavabı mükafatlandırmaq istəyirəm. Niyə biz belə edirik? Niyə biz əgər müqəddəs sayırıqsa atırıq zibillərə, yəni deyəmmi və əksini də görürük. Niyə belə olur?